Babasil xəstəliyi xərçəngə çevrilə bilərmi? Əsla, xeyr. Bu fikir tamamilə absurddur. Babasil xəstəliyi heç vaxt xərçəngə çevrilmir. Ümumiyyətlə, bu xəstəliyin xərçənglə yaxından, uzaqdan heç bir əlaqəsi yoxdur. Babasil xəstəliyi, yəni hemoroid, bağırsaq, düz bağırsaq, venoz kələflərinin, venalarının varikoz genişlənmə xəstəliyidir. Və insan həyatı boyunca qəbzlik və digər irsi faktorlardan asılı olaraq anus ətrafı hemoroid düyünləri yaranır və bu düyünlər şişərək insana diskomfort, qanaxma, şişkinlik, ağrı və digər şikayətlər verir. İnsanı əməliyyata gətirən də bu şikayətlərdir. Amma xərçəng xəstəliyi, düz bağırsaq xərçəngi tamamilə fərqli bir xəstəlikdir. Bağırsaq xərçəngi bağırsağın qişalarının onkoloji xəstəliyidir və hemoroid heç bir zaman əgər uzun müddət qalsa belə xərçəngə çevrilmir. Sadəcə insanlar bağırsaqdan qanaxma gəldikdə bunu mütləq kolonoskopiya ilə dəqiqləşdirməlidir və bunun xərçənglə bağlı qanaxma və yaxud da hemoroidlə bağlı qanaxma olduğunu dəqiqləşdirməlidir. Dəqiqləşdirdikdən sonra əgər sizdə babasil xəstəliyi aşkarlanarsa, ilkin etapda erkən yaranan babasil xəstəliyində konservativ müalicə, şamlar, mazlar, diyeta, həyat tərzini dəyişdirmək, 3-cü, 4-cü mərhələ babasil xəstəliyində isə cərrahi müdaxilə ilə bunu aradan qaldırmaq olar. Vaxtında həkimə müraciət edin. Əgər sizdə də hemoroid və babasil varsa, bunu vaxtında aradan qaldırın ki, qanaxma, ağrı və digər fəsadlarla üzləşməyəsiniz. Sağ olun, sağ olun qalın.